Mən nə prezidentə müdaxilə eləmirəm, nə Mehriban xanıma müdaxilə eləmirəm, nə politika ilə məşğul deyiləm. Olmamışam da. Ancaq olan, baş verən hadisələrə görə baxıb inciməyə dəyməz. Mənə gələn mənasız cavab məktubları, hansı ki, prezidentin sərəncamlarını zərrə qədər də eşitməyib, icra etməyənlər barəsində mənasız məktub Ali Məhkəmədən, ağır cinayətlərdən, nə bilim polisdən, prokuraturadan, mənasız kağızlar, mənasız. Mən başa düşürəm. Mən göndərdiyim məktubu və yaxud kimsə göndərdiyi məktubu prezidentdə vaxt mı var ki, onları bir-bir özü oxusun? Onu mən qoyun döyəm, başa düşürəm. Amma maraqlıdır ki, həmin şöbə, prezidentin ətrafında oturan şöbə, bu məktubları qəbul edən şöbə, bunları icra etmir. İndi bilmirəm, bunları icra etməyəndə prezidenti mi saymır, yoxsa biz vətəndaşları mı saymır? Bu hoqqabazlıq nə mənədir? Bu pakazuxalar nə mənədir? Nə qədər belə bu özbaşınalıq hadisələr baş verər? Hörmətli Heydər Əliyev cənablarının sərəncamı ilə 1993-dən 97-yə qədər döyüşlərdə olmuşam. Döyüşmüşəm, aciz qalmamışam. Ermənilərə qarşı. Amma indi hal-hazırda damarlarından Azərbaycan qanı axan ermənidən də betərlərin qarşısında aciz qalmışam.